Sərhədlər deyirsiniz bəs? Hə. Demək sərhədlər bizdə sərhədlər necədir? Yox deyə bilməyən insanların şəxsi sərhəddə olmur, başqalarına xidmət edir. Ona görə də şəxsi sərhədlərini bilən insan, yox deyə bilən insan emosional yetkinliyə doğru gedir, emosional yetkin sayılır. Şəxsi sərhədləri əvvəl dediyim kimi olmayıb. Nə ailədə görmüşük, nə ata-anamızda görmüşük, nə məktəbdə görmüşük. Ona görə də nə edirik? Şəxsi sərhədlərin 3 etapı var. Birinci etapda mən sıfırda heç bilmirəm bu nə deməkdir. Heç anlayışım yoxdur. Birinci etapda isə məlumatlanıram. Siz bayaq deyirdiniz ki, bilgi alıram. Bilgi aldım ki, şəxsi sərhədlər nə deməkdir? Mən özümə qulaq asıram, bədənimə qulaq asıram və seçim edirəm ki, bu gün mən bu xanımla harasa əylənməyə getmək istəyirəm, yoxsa ailəmlə, yoxsa özümlə vaxt keçirmək istəyirəm. Məsəl üçün Xəyali xanım mənə yazanda ki, harasa gedək çıxaq, deyirəm, yox, mənim seminarım var, mən o kitablarım var, müəyyən keçmiş materiallarım var, mən yazıram. Çünki yazanda konspektləşdirəndə daha yaxşı yadımda qalır. Audial var, o insanların bilgi götürmək var, kinestetik var, vizual var, özünüz bilirsiniz. Nəsə, bu mən ona deyəndə onun istəyinə xidmət etmirəm. Yəni onun tələblərinə xidmət etmirəm. Potrebnosti onun yerinə yetirmirəm. Özümünkini yerinə yetirirəm. Fərqindəyəm, mənə indi nə lazımdır. Amma yox, daim hə, başqalarının istəyinə, arzusuna, başqalarının hansısa planlarına uyğun hərəkət edəndə nə olur? Mənim öz həyatım yoxdur. Birincidə onu təyin edirik, tanıyırıq, hiss edirik ki, mənim sərhədlərim deyəndə nəyi nəzərdə tuturuq. Əgər mənim öz sərhəddimi tanımıram, başqasının sərhəddini tanımıramsa, bu çox pisdir. Mən öz sərhəddimi tanıyıram, qoruyuram, deyirəm ki, Aytən xanım, bu mənim kitabımdır, bu mənim dəftərimdir, bu mənim pamadamdır, bu mənim paltarımdır, saç darağımdır və yaxud bura mənə aiddir, bu stol niyə gəlib mənim yerimdə oturmuşsan, hər hansı bir konfrans olsun, nə bilim, təlim olsun. Bunu bilirəm, amma başqasının sərhəddi gələndə orada dayanmıramsa, burada sən artıq aqressorsan. Necə yəni? Öz sərhədlərimi tanıyıram, başqalarının sərhədləri olan yerdə mənim sərhəddim bitir. Bunu anlayıram. Maraqlıdır. Bəli. Bu ikincidə nə baş verir? İkincidə öz sərhədlərini tanıyan insan, bilgiləri alan insan aqressiya çox düşür. Hamıdan dalaşır və nə edir? Özünü müdafiə edir. Spor eləyir, yəni Azərbaycanda münaqişə edir, müəyyən şeylərə girir. Bu belə olmalıdır, o elə olmalıdır. Müəyyən hamı deyir ki, hamı onlardan uzaqlaşır, hamı onları həmişəki kimi görmür deyə, fərqli görür deyə deyir, sən dəyişmisən. Bu etapdan hamı keçməlidir. Aqressiyanla o niyə yeniyetmələr valideynlərlə separasiyanda, aqressiyanla olur? Sliyaniyadan çıxmaq deyirlər, emosional asılılıqdan çıxanda da aqressiyanla çıxılır. Demək, orada aqressiyanı çox göstərirsən və daim öz sərhədlərini sanki belə qorumağa çalışırsan. Elə bil biz o Nümaysin müharibəsindən sonra göstəririk ki, bura bizim torpağımızdır, bura bizim alanımızdır. Üçüncü etap nədir? Olğunluqdur, emosional yetkinlikdir. Bu aqressiyadan sonra gəlir. Aqressiyadan sonra şəxsi sərhədlərin içində etapı gəlir. Sərhədləri məsnəkdir. Emosiyalarımı idarə eləyə bilirəm. Harda nə istədiyimi, bəzi yerdə Aytən xanıma mən yol verə bilirəm, yola verə bilirəm, dala çəkilirəm. Bəzi yerlərdə deyirəm, yox Aytən xanım. Sən düşüncənə hörmət eləyirəm, sənin dediklərinə sevgi ilə yanaşıram, amma mənim fikrim də budur. Və yaxud deyirəm ki, yox, bu don sənin xoşuna gəlir, bu saç rəngi sənin xoşuna gələ bilər və yaxud bu tort şirniyyat olsun. Adi sadə şeylərdən danışıram. Sən sevsən də mən sevmirəm, mən bunu istəmirəm. Hal-hazırda mən turşu, acı bir turşu yemək istəyirəm. Çox maraqlıdır. Siz deyirsiniz. Üçüncüdə nədir sərhədlər? Gözəl. Əsnək olur, emosional yetkin oluram. İrəli gedib arxaya getməyi bacarıram. Heç kəsi qırmadan, incitmədən, özündən də keçmədən. Bəli. Çox qəşəng deyirsiniz. Mən buna təzəlicə gəlmişəm.
Nə gözəl. Mən rəfiqəm var idi, deyirdi hər gün gedək gəzək. Mən ona uyğunlaşmağa çalışırdım nə üçünsə. Qırmayım, küstürməyim. Hə, deyirdim ki, küsməsin. İnciyər Mən məndən. gedim, İtirmək qorxusu var. Qorxurdum, əslində itirmək qorxum var idi. Hə, deyirsiniz. Çünki biz düşün, o balaca olanda anamız bizi qoyub gedib, biz orada itirmək qorxusu yaşamışıq. O körpə dövründə ana bizi qoyur gedir harasa. Bu uşaq ananın taktil toxunma, bədənini, iyisini, qoxusunu hiss eləmir. Ağlayırım, nəm itirmək qorxusu var. İtirmək qorxusu da o uşaq böyüyəndə deyir ki, mən Aytən xanıma yox desəm, Aytən məndən küsər və bir dostumu itirmiş olaram. Tək qalmaq qorxusu. O üçüncü sərhəd var ha, üçüncü sərhədin. Əsnək. Bax orada əsnəkdə insanın itirmək qorxusu olmur. Özündən qalmağı seçir, özünü seçir. Yəni orada heç bir şey yoxdur. Tək qalaram da. Xeyirlisi. Tək də qala bilərəm. Bəli. Çox gözəl. İkinci də hamı ondan uzaqlaşır. Çünki orada aqressiya çox olur, çox biraz aşırı eləyir. Bu bir növ özünü tanımaqdır da. Bəli, bəli. Bir növ özünü tanımaq, özünü kəşf eləməkdir. Yetkinliyə gedirsən, müdürlüyə gedirsən, hamısı aşama-aşamadır, etap-etapdır, addım-addımdır. Birdən-birə heç kim dəyişmir. Əslində mən düşünürdüm ki, mən nə üçün orada onu incitmək istəmirdim. İndi isə pis çıxmasın vecimə deyil də. İndi özümü seçirəm. Hə, indi özümü Amma ona da bilirsiniz, o dostunuza da hörmət eləyirsiniz ki, Eləyirəm, mən sənə başqa zaman, başqa yerdə mən yanındayam. Zaten başqa yerdə gedəcəm. Amma indi bu dəqiqə o deyil də, yəni indi bu Və dəqiqə yaxud gedə mən bilmərəm. sənə yox deyirəm, o demək deyil ki, bax elə bu şəxsi sərhədlərdədir. Mən sənə yox deyirəm, amma bu demək deyil ki, sən mənə lazım deyilsən və yaxud önəmli insan demirəm, deyilsən. Onu qətiyyən. demək lazım. Sən mənim üçün dəyərlisən. Səninlə bir yerdə vaxt keçirmək çox gözəldir, amma mənim indi bu işlərim var və yaxud mən bu gün istəyirəm pasteldə uzanıb kitab oxuyum.